İranda bir mollanın Çin dilində azan səsləndirməsi sosial şəbəkələrdə böyük narazılığa və eyni zamanda da gülüşə səbəb olub. 17 noyabr tarixli gündəm xəbərinin efirində bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, İranda bu dəfə mollalar fərqli dillərdə azan səsləndirirlər. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə məhz İrandakı məscidlərin birində cümə imamının Çin dilində azan oxuması diqqət çəkib və bu hadisə sosial media istifadəçilərində də böyük marağa səbəb olub, eyni zamanda da gülüş doğurub. Videoda molla cümə xütbəsini Çin dilində səsləndirərək məsciddə olan hər kəsə gözlənilməz bir sürpriz yaşadıb. Qeyd eləyək ki, İranda cümə imamının Çin dilində azan oxuması dini ənənələrin və qlobal mənəviyyatın sərhədlərini bir daha göstərib. Deyəsən, növbəti dəfə mollalar daha fərqli dillərdə azan oxumağı sınamış olacaqlar. Baxaq, görək.